Hər vaxtınız xeyir, hörmətli əməkdaşlar. Hər birinizi xoş gördük. Mən Cəfərli Turanə, ixtisasca biokimyaçı, dietoloq, nutrisioloq kimi də fəaliyyət göstərirəm. Sabira Wellness-də təlimçi və ekspertəm. Ə, Bugünkü təlimimizdə və digər təlimlərimizin əsas səbəbi məhsulları elmi şəkildə izah etmək, ən önəmli tərkibindəki olan aktiv maddələr bizdə hansı proseslərdə köməyimizə çatacaq, onu elmi şəkildə izah etməkdir. Bu gün də burada çoxlarınızın çox tanış olduğunuz bir mövzu haqqında danışacağıq. Lakin bu mövzu elə bir mövzudur ki, bəzən insanlar bunun fərqində olmur ki, hansı ki adından da gördüyümüz kimi revmatizmdir və bu revmatizmin ümumi olaraq dəriyə təsirləri də olur ki, insanlar bunu düzgün dəyərləndirmir və dəri quruluğundan həddindən artıq çox əziyyət çəkirlər. Bəzən olur ki, insanlarda belə bir anlayış olur ki, revmatizm sırf oynaqlarla bağlı bir xəstəlikdir. Bəli, oynaqlarla bağlı olsa belə bu proses elə bir prosesdir ki, ümumi bir iltihabi bir prosesdir və bu günləri də istəyirəm ki, buradaca sadəcə bir məlumat deyil, əgər özünüz aranızda bir xəstəlikdən əziyyət çəkirsinizsə də və yaxud da yaxınlarınız və yaxud da işlədiyiniz insanlarda bu prosesləri görürsünüzsə də mütləq bu günləri sizin cavabsız qalan suallarınıza inanıram ki, hər birinə cavab tapacaqsınız və dərinin baş verən prosesini necə baş verdiyini anlayacağıq. Bu günləri ilk olaraq başlamaq istəyirəm ki, revmatizm nədir? Yəni buna tam bir aydınlıq gətirmək istəyirəm ki, çox eşitmişik bəli revmatizmi. Bəzən olur ki, insanlar bunu səhv də salırlar. Demək, revmatizm ümumi olaraq bədəndə bir uzun müddətli gedən iltihabı bir prosesdir. Yəni belə bir düşünün ki, məsəl üçün evimizdə ocaq yandırırıq, lakin ilk vaxtlar bu ocaq heç bir təsir etmir. Lakin bir müddətdən sonra, yəni illərlə bu ocaq daim bizim evdə yansa, əlbəttə ki, bizim pəncərələrimiz, divarlarımız hansı prosesdə olacaqda özünüz başa düşürsünüz. Eyni də bu şəkildə revmatizm bir iltihabı bir proses olduğu üçün bizim bədənimizdə daim bir ocaq yanır və orqanizm də istəyir ki, daim bu ocağı söndürsün. Və ona görə də bu proses çox uzun müddətli və iltihabi bir proses adlanır. Revmatizm əslində demək olar ki, 24-7 saat müddətində bir döyüş rejimində olur, savaşmaq rejimində olur və bu proses əlbəttə ki, bizim həm oynaqlarımıza, həm ümumi bədənimizin mexanizmlərimizə təsir edir. Və ilk olaraq revmatizm bizdə qan dövranını zəiflətdiyi üçün və bizim dərimizə də təsir edir. Əlbəttə ki, digər bölgələrə də təsir edir, lakin biz hal-hazırda yəni mövzumuz, işimiz və məhsullarımız dəri ilə bağlı olduğu üçün və revmatizm bizim dərimizə necə təsir edir, onu bu günləri biz izah edəcəyik. Demək, revmatizmin dəriyə təsirlərinə gəldikdə, revmatizm zamanı immun sistem həddən artıq çox aktiv olur və bu zaman aktiv olma zamanı damarlarımızda bir daralma görülür. Yəni bu daralma necə baş verir ki? Çünki immun sistem daim işlədikdə bir elə bil ki, ümumiyyətlə damar daralmasını həmişə mən, yəni öz yaxınlarıma da, pasientlərimə də, sizlərə də müqayisə olaraq belə izah etmək istəyirəm ki, damar daralması, qan dövranı bizim üçün çox önəmlidir. Yəni bunun bizə o qədər dərimizə təsiri var ki, çünki burada qida maddələri çox az olur, oksigen çox az olduğu üçün bizim dərimizdə proses, yəni ona görə baş verir. Damar daralmasını bir nəyə bənzədək? Gül bağçasına hal-hazırda bir şlankla biz su veririk. Lakin bu şlanqın nəzilir, yəni yoğun bir şlanq nəzilik və bura su az gəlir. Həmçinin bizim dərimizdə, yəni həmin o qida əlavələri, həm qida maddələri, həmin bu lazım olan dəriyə nəmliliyin miqdarı azalır və əlbəttə ki, qan daralması da bizim dərimizdə həmin bu
pullanmağa, ondan sonra dəri qırışmasına və digər proseslərin sürətli olmasına gətirir, çıxardır. Yəni proses olaraq revmatizm ilk növbədə qan damarlarını zəiflədir və qan axını da azalanda əlbəttə ki, dəri hüceyrələrində yenilənmə, regenerasiya baş vermir. Və bu da nə olur? Baş vermədikdə dəridə incəlmə baş verir, elastiklik itir, pullanma başlayır və dəri başlayır qurumağa. Quruyan dəri də əlbəttə ki, daha tez quruyan, qocalan dəridir. Ə, Niyə dəridə belə sürətli quruma olur? Əlbəttə ki, bu həm bu immun sistemin daim aktiv olmasından, qan dövranının azalmasından əlaqəlidir və burada onu da qeyd etmək istəyirəm ki, bəzi revmatizm dərmanları hansı ki, həkimlər təyin edir, yəni məcbur şəkildə içilən dərmanlarda burada yenə də dəri quruması müşahidə edilir. Çünki həmin bu xəstəliyə görə yazılan preparatlar hüceyrə bölünməsi zəiflədiyi üçün və ondan əlavə bizim sebum ifrazını da ləngitdiyi üçün, yəni yağ ifrazı normadan aşağı düşdüyü üçün və o səbəbdən də yarana bilir ki, hansı ki, dəri quruyur. Bundan əlavə iltihabi sitakinlər var ki, yəni bunu çox eşitmisiniz ki, interleukin 6 və TNF alfa bunlar neynirlər? Daim aktiv olduqda dərimizin baryerdəki lipidləri parçalayır. Yəni qısaca belə asan sizə izah etmək istəyirəm ki, bu prosesdə revmatizmdən əziyyət çəkən insanlarda dəri qurumasının səbəbi bir dərmanlar olur, bir də bu sitaginlər çox aktiv olduğu üçün bizim lipidimiz var. Lipid nədir? Baryer nədir? Baryer bizim dərimizin paltarıdır ki, hansı ki sərbəst radikallardan, hər bir şeydən bizi qoruyur. Əgər bu baryer pozulubsa da, heç biz nə qədər krem də istifadə etsək, məsəl üçün serumlarda istifadə etsək, nəticə ala bilmirik. Məhz burada, yəni proses əsas baryerin pozulmasıdır. Yəni dərinin o üst paltarı demək olar ki, yoxa çıxır və dəri müdafiəsiz qalır. Və bunu da bildirmək istəyirəm ki, dünən bir təlimdəydim, sərbəst radikal dedim. Burada bölüşmək istəyirəm ki, hər birinizdən sərbəst radikal çox eşitmisiniz, amma sərbəst radikalların tam əsas belə deyim sizə izahını vermək istəyirəm ki, sərbəst radikal deyəndə, yəni mövzumuzla əlaqəli deyil, prosta yadıma düşmüşkən sizinlə bölüşüm. Sərbəst radikallar bizim adi bir günəş şüasıdır. Ultrabənövşəyi şüanın bizə dəriyə verdiyi fəsadlardır. Adi kortizol hormonunun belə qalxmasıdır. Makiyaj qalıqlarının artıqlığıdır. Ölü hüceyrələrinin bir yerdə yığılıb plyonka şəklində qalması. Bunlar hamısı sərbəst radikallardır. Yəni ona görə də burada həmin bizim bu dəriyə baryer lipidimiz pozuldusa, bu əlbəttə ki, bizə çox böyük fəsadlar gətirir, çıxardır. Yəni burada bizə heç bir krem, heç bir məhsul əlbəttə ki, kömək edə bilmir. Bu prosesdə daha çox hansı hissələr quruyur? Daha çox əllər, barmaqlar, oynaqlar, üz dərimiz, dizlərimiz, dabanlarımız, boyun və dekolte hissəmiz. Əlbəttə ki, burun ətrafı da həmçinin və dodaqlarımız. Ən çox, yəni quruyan hissələr budur. Səbəbləri çünki qan dövranı zəif olur və onsuz da həmin nahiyələrdə qan dövranı çox zəif olduğu üçün və bu proses də qan dövranını zəiflədiyi üçün və əlbəttə ki, daha çox qurumanı biz orada görürük. Yəni belə deyim ki, ümumi olaraq niyə orada zəifdir? Qan axının özünün istiqaməti olur. Yəni adi bir istilik rejimini fikirləşin ki, evdə hər bir kəsin istiliyi var ki və ən axırıncı otaqda belə orada istilik zəif olur və qan axını da o şəkildə bəzi bölgələrdə çox zəif olur və bu prosesdə daha tez zəiflədiyi üçün əgər qan axını zəifdirsə də dəri qidalana bilmir, oksigen gələ bilmir və əlbəttə ki, dəri qidasız qaldıqda lipid baryerimiz pozulur və pozuldanda isə dəridə quruma baş verir və ona görə də həmin hissələrdə daha çox quruma və daha çox belə
belə deyim, iltihabi proseslər yaranır. Və bunu da bildirmək istəyirəm ki, hörmətli əməkdaşlar, ümumi olaraq, yəni revmatizm xəstələrində sırf yəni quruluq deyil, yəni daha çox müşahidə etdiyimiz quruluq olduğu üçün mövzunu quruluğa yönəltmişəm. Lakin revmatizm prosesindən əziyyət çəkən insanlarda bunlar daha çox akneye meyilli olurlar. Məsələn, kuperozlar olur üzlərində. Çünki əsas proses bunda qan dövranı zəifləyir, kapilyarların elastinliyi azaldığı üçün bunları da görürük. Lakin quruluq daha çox olduğumuz üçün, yəni hal-hazırdakı indiki həyatımıza, yəni mövzumuzu sırf qurulğaz görə salmışam. Lakin onları da görmək olur ki, hansı ki bu proses birbaşa dəri ilə də əlaqəlidir. Ə, Bu proses neçə müddət davam edirmi? Ümumiyyətlə revmatizm xroniki bir proses olduğuna görə iltihab uzun müddətli olur. Yəni bu da o deməkdir ki, bizim əsas məqsədimiz nə olmalıdır? Dəri baryerini möhkəmləndirmək olmalıdır və ona görə də yəni bu quruluğu bir keçici müddət deyil, daim biz dərimizə, bədənimizə o qədər qulluq etməliyik ki, yəni bunu bir həyat tərzinə çevrilməliyik və burada bizim məqsədimiz bu prosesi bərpa etmək üçün yeganə çıxış yolu həmin baryeri, dərinin lipid baryerini geri qaytarmaq. Əlbəttə ki, bunların da bu dəri baryerini qaytarmaq üçün özünün standart qızıl qaydalı aktiv maddələri var ki, bunlar nədir? Bunlar niasinamiddir, ceramidlərdir, şi yağıdır, jojoba yağıdır. Bunlar sırf yəni o məqsədlə əldə olunur ki, o dəri baryerini geri qaytarsın. Və bu prosesdə də bizim üçün ən önəmli olan aktiv maddələr bunlar olacaqdır ki, hansı ki Sabira Wellness-in məhsullarında da yetərincə bu məhsullar var. İndi isə keçək məhsulların ümumi olaraq demək analizinə ki, bu prosesdə hansı məhsullar bizə kömək edəcəkdir. İlk olaraq ki, əlbəttə ki, yenə mən burada üz yuma gelindən istifadə edəcəyik. Çünki bu köpük hal-hazırda şirkətdə olan mövcud olan bu köpük tərkibində laktik turşusu var. Digər təlimlərdə də dediyim kimi, laktik turşusu çox yumşaq turşu olduğu üçün bu dərini ümumiyyətlə soymur. Yəni yumşaq şəkildə təmizləyərək burada nəmi bağlayır. Və tərkibindəki əlavə olaraq əlbəttə ki, çoban yastığıyla, aloe vera və mina çiçəyi həmin baş verən o iltihabi bir prosesi orada dərhal onları sakitləşdirir. Yəni ümumi olaraq həm dərimiz təmizlənir, həm nəmliliyimiz artır və bununla yanaşı iltihabi bir sitakinləri yatışdırmağa kömək edir. Və tonerə gəldikdə isə ən önəmli toner bu prosesdə əlbəttə ki, bu tonerimizdir ki, tərkibində hamamelis olan. Çünki hamamelisin əsas işi, biz dedik ki, bu prosesdə revmatizmdən əziyyət çəkən insanların dərilərində olan proseslər əsas damar divarlarının zəifləməsidir. Yəni qan dövranının zəifləməsidir. Bu da əlbəttə ki, kapilyar zəifliyinə gətirir, çıxardır və istər-istəməz yenə dəri quruduğu üçün bizim burada ən önəmli məsləhət gördüyümüz toner bu hamamelis tərkibli toner olacaqdır ki, hansı ki üz yuma gelindən sonra istifadə olunacaq ən önəmli aktiv maddələrdən biridir. Seruma gəldikdə, serum haqqında burada əslində paylaşım etməmişəm, lakin bu yəni demək istəyirəm ki, serum burada, bu da önəmlidir, lakin bizim əsas məqsədimiz nəyə fokuslanmalıyıq ki, biz bəzən olur ki, insanlar bu lipidi bərpa etmədən, yəni heç bir dərim quruyur deyə serumlardan istifadə edirlər, lakin nəticə almırlar. Nəticə almamaqlarının səbəbi, məsəl üçün götürək, hal-hazırda quru dərilər üçün tövsiyə etdiyimiz serumlarımız var ki, Gialuron turşusu serumdur. Məsəl üçün bunu gündə 3 dəfə, 2 dəfə istifadə etməyi tövsiyə edirik. Lakin bizim bu prosesdə əziyyət çəkiriksə də, dəri qurumamız bu qədər yüksəkdirsə də, hətta belə dərmanlar belə içiriksə də və yaxud da kuperozluğumuz varsa da,
burada artıq heç bir gialuronlu serum və digər serumlar bizə kömək etməyəcək. Çünki burada lipid bariyeri zəifdir. Biz serum istifadə edərkən bununla yanaşı nəyə fokuslanmalıyıq? Lipid bariyerini bərpa etmək üçün. Və bu lipid bariyerini bərpa etmək üçün əlbəttə ki, bizim köməyimizə nələr çatacaqdır? Kremlərimiz, məlhəmlərimiz çatmalıdır ki, mütləq bunlardan istifadə edərək gün ərzində bu lipid bariyerini geri qaytaraq. Və burada sizə tövsiyə edəcəyim ən önəmli turşularından ibarət omega yağ turşulu 3, 6, 7, 9 yağ turşularından ibarət kremdir ki, bu bizim sırf həmin mən dediyim prosesi, yəni lipid bariyerini bərpa edir. Və dərinin belə deyim, lipid bariyeri ilə yanaşı hidrolipid qatının zəifləməsinin qarşısını alır. Və burada Exprida Aurum seriyasından olan bu çox güclü bərpa etmə effektinə malikdir və bəzən olur ki, insanlarda çox qurulu dərilərdən əziyyət çəkənlərdə məsəl üçün bu krem deyirlər ki, mənə çox yaxşı təsir edir. Çünki bunun tərkibindəki olan aktiv maddələr var ki, şi yağı, jojoba yağı, bunlar sırf yəni mükəmməl bərpa etmək effektinə maliklər. Yəni məsəl üçün protokollar var ki, hansı prosesdə bu üç maddə əsasən olmalıdır. Sırf lipid bariyerində, yəni dərimizin o paltarını, dərimizin o qorunma dərisini bərpa etmək üçün ən aktiv maddələr lazımdır. Bunlar da şi yağıdır, jojoba yağıdır, hansı ki bu məhsulun tərkibində var. Yəni bizim daha çox ehtiyac duyduğumuz ən çox önəmli maddələr bu kremin tərkibində var ki, hansı ki bu prosesdə əziyyət çəkənlərə hər birinə tövsiyə edə bilərsiniz və çox da yüksək, yaxşı nəticələr inşallah əldə edəcəksiniz. Ə, Burada mənim çox bir sevimli dəstim var. Bəzən insanlardan belə geri dönüş olur ki, hansı ki, çünki duş gelləri, məsələn, skrablar və yaxud da bədən kremləri hal-hazırda şirkətdə çoxdur. Lakin mən yəni təlimlərdə deyirəm ki, hər birinin özünün fərqli aktiv maddəsi var, fəal maddəsi var, köməkçi maddəsi var və bu da çox fərqli bir teksturaya, çox fərqli bir yağ tərkiblərinə malik olduğu üçün və bəzən insanlarda bu yəni çox yağlı kimi gələ bilir. Çünki bunun məqsədi tamam fərqli bir məqsədə yönəltdiyi üçün. Yəni bəzi xəstəlik deməzik, bəzi insanlarda durumlar olur ki, hansı ki sırf bu tərkiblərə ehtiyac duyuruq. Və bu günləri bilirik ki, bu revmatizm xəstəliklərindən əziyyət çəkən insanlarda bədənlərində quruma, əllərində, ayaqlarında, barmaq aralarında belə qurumanı görürük. Və burada da yenə deyirəm, həmin hissələrdə qan dövranı zəif olduğu üçün və insanlar yəni bilmədən, məsəl üçün hər hansı bir duş gelindən istifadə edirlər, heç bədənlərinə krem sürtmürlər. Bu nə baş verir? Onsuz da burada həm içilən dərmanlar, həm qan dövranı öz yağını, bədənin öz ifraz etdiyi yağı tamamilə aparır. Və insanlar da bilmədən istifadə etdiyi duş gelləridirmi, skrablardırmı, peelinglərdimi, həmin yağı demək olar ki, məhv edir və bu zaman dəri demək olar ki, quruyur, mikroçatlar əmələ gəlir və bu şəkildə bizə geri dönüş edir. Məhz bu qurumaların qarşısını almaq üçün əlbəttə ki, biz burada Forestrim dəstini tövsiyə edəcəyik. Dediyim kimi, duş gelinin tərkibindəki olan maddələr, çay tikəni yağı, inulinin özü belə həmin o yağ qatını aparmağa qorumur və ən önəmli quruluğu azaldır. İnulin də bilirik ki, prebiotikdir, sırf orada olan mikrobiomu qoruyur və hansı məhsulların tərkibində inulin varsa da, yəni onu belə bir həmən düşünmək lazımdır ki, demək mənim burada dərinin qorunma funksiyası yerinə yetirəcək. Çünki inulin prebiotikdir və o lazım olan bakteriyaları orada, yəni bizim həmin o dəri mikrobiomunda lazım olan bakteriyaları artırır. Və bədən skrapı bəzən olur ki, yəni bu xəstəlikdən əziyyət çəkən və yaxud da
Bəzi xəstəliklər var ki, həddindən artıq dəri quruyur ki, hansı ki bu atopik dermatit kimi məsəl üçün xəstəliklər də var. Bax bu məhsul, sırf bu Forestrin məhsulu həmin xəstəliklər, həmin dəridən quru dəridən əziyyət çəkən insanlara verilir. Və bu insanlar bəzən öz hallarını düzgün dəyərləndirmirlər. Bilirik ki, revmatizm xəstəlikləri, revmatit artrit xəstəlikləri ümumi olaraq bu soyuq havalarda baş verir. Və insanlar bunu qış, payız fəsli kimi dəyərləndirirlər. Lakin onsuz da bu soyuq havalarda bu prosesdə qan dövranı zəifdir və havaların soyuması da bunu şiddətləndirdiyi üçün insanlar bədənlərinə yəni bilmədən, tərkiblərini bilmədən skrablardan istifadə edəndə daha çox quruyur. Lakin bu skrab həm bizim məhsullarımızdan, digər skrablarımızdan, yəni bundan ayıracaq əsas aktiv maddə tərkibindəki olan çay tikanı yağıdır. Çünki ümumiyyətlə çox az miqdarda skrablarda yağ olur. Çünki skrabların əsas məqsədi ölü hüceyrələri təmizləməkdir. Bunun da əsas tərkibində əsas odur ki, duz var, bəli, yumşaq şəkildə peeling eləyir, lakin çay tikanı bunu həmən nəmləndirici olduğu üçün həmən öz yağını, qatını, yəni aparmır. Və tərkibindəki olan demək kakao yağıdır ki, bunlar da dərini cızmadan, yəni bunların özü də bir təmizləmə prosesi olduğu üçün cızmadan dərini qidalandırır və bundan əlavə də yosunun ekstraktı da həmin ümumiyyətlə dəridə yenilənməni bərpa edir. Yəni bu skrab təmizlənmədən əlavə də dərini qidalandırır. Və tərkibindəki əlavə olaraq body butter kremimiz var ki, tərkibində güclü yağlar var ki, və bəzən bu teksturası sizə çox yağlı gələ bilər. Çünki bunun tərkibindəki olan bitki yağları var ki, yəni kompleks şəklində olan bu bitki yağlarının məqsədi, ə, yəni molekuluna görə fərqləndiyi üçün burada sırf dərinin baryerini bərpa etmək üçün nəzərdə tutulduğu üçün bura daha çox yağlar cəlb olunubdur. Çünki dediyim kimi baryeri biz geri qaytarmaq üçün bizə lazım olan seramiti bərpa etmək üçün, yəni dəri öz seramitinə oxşayan yağ tiplərini görməlidir ki, onu bərpa etsin. Yəni bəzən insanlar bunu da səhv salırlar ki, məsəl üçün adi yağlar var ki, məsəl üçün qara çörək otu, bunu gətirirlər dərilərinə sürtürlər və effekt almırlar, hətta qıcıqlanma alırlar. Çünki dəri onu öz seramiti kimi qəbul etmir. Və şi yağıdır, jojoba yağıdır. Bunlar isə məsələn kakao yağının özüdür. Dəri bunu öz seramiti kimi, yəni molekul ölçüləri bir-birinə oxşadığı üçün onu o şəkildə qəbul edir. Ona görə bunlarda biz yağ deyiriksə də, əlbəttə ki, burada bütün yağları nəzərə almırıq və bu kremin tərkibində olan kartida ilə kakao yağı da həmçinin dediyim kimi həm qalın qoruyucu qatdır, həm də bərpa edici bir funksiyanı yerinə yetirir. Və bu kremin tərkibində əlavə olaraq alatanin də var ki, alatanin demişik ki, ümumiyyətlə hansısa bir qıcıqlanma prosesi varsa da həmən onu sakitləşdirir. Yəni bir qaşınma varsa da, bir yanma hissi varsa da onu aşağı salır. Yəni dediyim kimi bu kremlər bəzi insanlara çox ağır teksturalı gələ bilər, lakin dediyim kimi revmatizmlə əziyyət çəkən quru dərili insanlara, atopik dermatit olan insanlara hər biri tövsiyə edilir və bəzən də insanlar bu qış dönəmində bunu səhv dəyərləndirirlər ki, məsəl üçün qışdır, normaldır, dərim qurumalıdır. Əlbəttə ki, elə bir şey yoxdur. Və dərinin özünün də bir yaşı var ki, bəzən olur ki, insanlara məsəl üçün deyirlər ki, 40 yaşı var, məsəl üçün 30 yaşı verilir və yaxud da 50 yaşlı insanlara 40-45 yaş. Bunlar dərinin özünün bioloji yaşlarıdır. Və burada əlbəttə ki, insanlar bəli, bizim qidalanmamız, həyat tərzimiz də bunun əlaqəlidir. Lakin burada ən önəmli bizim baryerimizdir. Əgər bizim baryerimiz zədələnmirsə də, biz sərbəst radikallardan bizim